şad xəbərim var ki, artıq biz 35 min izləyicədəyik. Kanalı yenə yoxlayın ki, abunəsiz yoxsa yox. Hər gün çalışıram ki, ölkəmizdə ən qeyri-adi avtomobilləri tapım sizə göstərim. Bu da onun bir nümunəsi. Cəmi ölkəmizdə bir ədəd olan fransız ki oğlan, ikinci bir tayı yoxdur. Bir bu dizayna bir baxın, bir bu buruna baxın, görün. Təsəvvürün bu dizayn etmək üçün dizayn ilə nə qədər əziyyət çəkiblər. Vaxtı ilə 2005-2008-ci illər aralığında Fransa prezidentinin xidməti avtomobili olub məhz bu avtomobildən biri. Təbii ki, ölkə liderinin avtomobili qeyri-adi modifikasiyada olur, zirehli olur və s. Onları dəqiq bilmirik, amma bu avtomobil modeli Citroen C6 məhz Fransa prezidentinin xidməti avtomobillərindən biri olub. Dizaynı ümumiyyətlə heç nə ilə uyğun deyil, tamamilə qeyri-adidir. Burnu çox aşağı yatıb. Siz hələ bir ətrafına boylanın, mən indi bundan danışacağım. 2007-ci il istehsalı Citroen C6. Bu avtomobilin Citroen'i təbii ki eşitmisiniz, görmüsünüz. DS modelləri ölkəmizdə çox məşhur idi bir vaxtlar. Yenə də qeyri-adi dizaynına, qeyri-adi salon tərtibatına görə DS modelləri ümumiyyətlə dünyada da məşhurlaşdı. Eləcə də ölkəmizdə də məşhurdur. Mən onun yeri gəlmişin vaxtilə bir icmalını çəkmişdim. Ağ DS var idi. Amma bu C6 modeli sırf bu avtomobili əminəm ki, ancaq internet üzərindən görmüsünüz, tanışsınız. Çox qeyri-adi funksionallığı var. İstər salon olsun, istər eksteryer, istər mühərrik, askı sistemi ilə bağlı. Amma bir qarşıdan avtomobilə baxanda ilk nəzər yetirməli olduğumuz yer, istəyirəm ki, buna nəzər yetirəsiniz. Avtomobilin emblemi necə işlənir? Təsəvvür edin, bu emblem necə bura tərtib olunma tərzi nədir? Radiator barmaqlığı bu dəqiqə necə işləyirlər adətən? Radiator barmaqlığı üzərində loqo və salam, bitdi. Yəni, amma burada dizayn ilə baş sındırıblar və qeyri-adi bir tərtibat qoyublar ki, xətləmə xrom gedir, Citroenin öz loqosunu yaradır və belə də kaputa keçir. Fikir verin, kaputda da əlavə bir işləmə gedib ki, həmin bu xrom detalı, yəni markanın özünü ora yerləşdirmək olsun. Avtomobilin ön hissəsində duman ilə işıqlandırma, dönmə işıqları, parkinq radarlar. Baxın, burada bir torlu bölmə var, o da radiatorların soyutmasına xidmət eləyir. Ön hissədə nömrənin yanında da parkinq radarı görürsünüz 2 dənə qoyulub ki, bu hissə avtomobilin burnundan çox qabağa çıxır nisbətən. Onu da yəni qorumaq üçün. Ön askı sistemi, fikir verin, avtomobilin bamperi necə aşağıdadır. Ön hissəsinin clearance problemi ola bilər. Yəni nisbətən hündür yerə çıxıb eləyəndə bamper sürtməsi, yəni realdır. Bu əsas komforta fokuslanmış, sırf komfortlu yürüyüş və şəhər şəraitində asfalt üzərində, yəni gəmi kimidir. Bu avtomobilə xalça avtomobil deyirlər fransızlar ki, yəni Ələtdinin xalçasıdır da, sanki uçursan havada. Bu xalça avtomobil deyirlər buna. Ön işıqlandırma bundan başlayayım ki, burada görürsünüz diod işləmələr var, sonradan qoyulub. Bunu mən təəssüf ki, bəyənmirəm belə işləri. Yenə də nə vaxt olunubsa, kim eləyibsə, öz zövqünə uyğun eləyib. Avtomobilə köhnə texnologiyalara uyğun ksenon işıqlandırma sistemi, yucusu, qeyri-adi belə baxır. Ön fənərlər görün necə belə nazikdir. Yumru işlənə bilərdi, daha kvadrat işlənə bilərdi, düzbucaqlı formada, amma vertikal formatı veriblər və onu kəsiblər. Bunlar hamısını mən belə düşünürəm ki, proporsional tamamlayır və uzun bir kapotu var avtomobilin. Çox uzun bir kapotu var. Yəni buradan bilmirəm çatdıra bilirəm fikrimi yoxsa yox, həqiqətən də uzundur. Şüşə silgəclərinin işləməyinə bir fikir verin. Onlar bir-birinin əksinə açılırlar. Ən əsas sürücünün gözü qarşısında olan şüşə silgəci birinci açılır. Daha sonra isə sərnişinin. Yəni bunlar belə açılırlar, belə bağlanırlar. Və kaput altına keçmək istəyirəm. Bu kapotun açılma yerini biraz axtarmalıyam. Aha, buradadır. Qaz amortizatorlarında açılan geniş bir kapotdur. Avtomobilin 3 litrli, 6 silindrli, sadə atmosferik mühərriki var. 6 pilləli avtomat transmisiyalı hərəkətə gəlir. 212 at gücü var avtomobilin və həmin o hidropnevmatik askı sistemindən danışım sizə. Görürsünüz, burada adət etdiyimizdən fərqli 2 ədəd belə hava şarına oxşayan dəmir balonlar var. Burada da biri dayanıb, burada da biri dayanıb. Bunlar həmin o hidropnevmatik askı sistemi. Bu nəyə xidmət eləyir? Adətən avtomobillərin askı sistemlərində yaylı askı sistemidir, hava askı sistemi, yəni pnevma sistemi havalıdır. Ona yağ da əlavə olunub, yəni hidropnevmatik. Olduqca sürətli şəkildə avtomobili qaldıra bilir və endirə bilir istədiyiniz vaxtı. Bu avtomobilin ən böyük özəlliklərindən biri ümumiyyətlə hidropnevmatik askı sistemi ilə təchiz olunmuş Citroenlər. Yəni bu artıq 50 ildən artıq bir tarixi var həmin o mövzunun. Avtomobil hərəkət edir təkərsiz. Arxa
təkəri siz çıxardıb tam şəkildə avtomobili idarə edə bilərsiniz. Necə olur bu? Çünki bu askı sistemi o qədər yüksək təzyiq altında işləyə bilir ki, avtomobili tam şəkildə belə düz apara bilir. Onun heç təkəri də olmasa, arxa təkəri olmasa belə onu rahat şəkildə yolda saxlayıb hərəkət etdirə bilər. Hətta videoları var idi həmin dövrdə avtomobilin bu texnologiyasını reklam eləmək üçün Citroen şirkəti elə reklamlar çəkdirirdi ki, maşın hərəkət eləyə-eləyə onun təkərini çıxardırdılar, qoyurdular salona. Yaxud əksinə. Yəni təkərini çıxartdıq, sadəcə avtomobili işə saldıq və sürdük. Louis de Funès-in kinolarında görərsiniz ki, Citroenlər, həmin o belə arxası kəsik Citroenlər orada həmin avtomobillərdən söhbət gedir. Gələk mühərrikə. Mühərrik adətən bizim genəldə, yəni ümumilikdə qorxulu bir mühərrik deyil. Ümumiyyətlə Peugeot və Citroen avtomobillərinin vaxtı ilə ölkəmizdə bəli məşhurdur. Yəni DS ilə də bayaq qeyd etdiyim kimi DS modelləri ölkəmizdə məşhur idi, amma bu ekzemplyar bir ədəd olduğundan İnsanlara bəzən qorxulu gələ bilər ki, bu nədir belə? Bunun motorunun mən zapçasını hardan, xadavoy dağıldı, mən nətər tapacağam, nə edəcəm? Əslində elə deyil. Citroen C6 bir çox Peugeotlarla və Citroenlərlə mühərriklərində, askı sistemlərində uyğunluq var. Detal fərqi çox da fərqlənmir. Burada ən çox fərqlənən eksteryer detallardır təbii ki, yəni bir ədəd bu eksklüziv format yaranıb vaxtilə və interyer detallar. Bunlardan başqa, yəni askı sistemində olsun, yaxud mühərrikdə olsun, çox böyük fərqlər yoxdur. Burada xüsusi bir detala mən nəzərdə yetirmək istəyirəm. Yağ çubuğunun işləməyinə baxın. Yağ çubuğu, görün necə elegant işlənib. Bu yəni nədir də? Yəni adi bir şeydir. Yağ çubuğu sarı rəngi boyanıb və üzərində də yağ işarəsi dayanıb. Çox fikir verirdilər. Vaxtilə belə şeylərə çox fikir verirdilər ki, yəni indi heç nə. Atdıq mühərriki ora, bir dənə də batareyka qoyduq yanına. O qaz tormuz əla, getdik. O belə işləyir indi bu dəqiqə sistem. İstədim ki, avtomobilin yan tərəfindən tam bunun dizaynını görəsiz. Yan qanadların üzərində dönmə işıqlarının təkrarlayıcısı 245-45 R18 ölçüdə zavod təkərlərdir, yəni zavod disklərinin ölçüsü bu qədərdir və çox qeyri-adi dizayni var. Mən belə düşünürəm ki, qeyri-adi tərzdə işlənir. Hətta burada avtomobilin disklərinin bağlanma bolt görsənmir, yəni onun üzərinə qapaq da yerləşdirilib. Onu təkər dəyişmə zamanı, yəni qapağı çıxardırsan altına. Yəni Bentley tərzi adətən belədir. Bentley, Rolls-Royce sırf premium, ultra premium segmentin avtomobillərinə xas bir xüsusiyyətdir ki, disklərində boltları göstərmirlər. Qapılar tamamilə çərçivəsizdir. Fikir verin. Tam çərçivəsiz qapılar və olduqca qeyri-adi dizaynları var. Arxa qapının dizaynına fikir verin. Hoppa, şüşə qalxdı. Və qapı kilidləri çox gözəl işlənib. Şüşə qalxır, düşür. Yəni yaşına görə çox yaxşı vəziyyətdə qalıb. Baxmayaraq ki, bizim ölkəmizdə bu avtomobillərə dair biraz belə qeyri-adi fikirlər var. Güzgüsü də çox qeyri-adidir. Bilmirəm, bu güzgünü yaraşdırdım bu avtomobilin dizaynına yoxsa. Bəlkə də mənim ən fikrimi qatan mövzu burada avtomobilin dizaynında güzgüləri oldu. Sanki belə çox kiçik və dizaynerlik işinin ortasında bu güzgü nəsə tutmadı. Çox aval forma veriblər, yumru güzgü. Biraz sərt iki bucaqlar altında olan güzgü olsaydı, yəni ön fənərə uyğun. Amma yenə də nəysə bizim qərarımız olmayıb heç vaxt bu barədə. Və güzgülərdə də yan tərəfdə də görürsünüz belə bir haşiyələnmə var. Ətrafı kör nöqtələrə daha çox nəzər yetirmək üçün elə də güzgülər quraşdırılıb. Təbii ki, həmin illərin ən eksklüziv, yəni özü haqqında danışdırma üsullarından biri də xromlar idi. Xrom bol olmalı idi. Nə qədər çox xrom oldu, bir o qədər də bahalı olur. Bu tam çərçivəsiz deyə, yəni avtomobildə belə davam eləmir. Bir xrom elementdən söhbət gedir. Nə badə bu xarab ola, əzilə. Başladıq, qırılmır. Tam bir xrom element. Təsəvvür edirsiniz? Bu xrom elementin uzunluğuna baxın. Yenə qayıdıram. Getdik, gəldik. Maraqlısı odur ki, vaxtilə ehtiyat hissələri satılanda bu avtomobilin bunu necə qablaşdırıb satırlarmış. Qapının üzərində, qapılarda xrom elementlər, qapıların aşağısında da xrom elementlər, qapı tutacaqları da yenə xrom. Dediyim kimi tam çərçivəsiz qapılar avtomobildə lük mövcud deyil. Reyninqlər üçün yerlər yerləşdirilib ki, bölmələr burada avtomobilin üzərində hər hansı xırda böyüklərinizi də daşıya bilərsiniz. Avtomobil dizaynında qapılardan arxa bölməyə, arxa qanadlara keçidin ən qeyri-adi tərzdə işləndiyi bir avtomobildir. Burada şüşələnməyə bir fikir verin. Bu həmin o baqaj ərazisinə baxan, yəni bu şüşələnmə nə qədər nəhəngdir. Kiçik bir
benzin çəninin qapağı. Təbii ki, bu avtomobil 95 premium benzin tələbi olub. 70 litrdən artıq yanacaq tutumu var. Arxada da eyni ölçülü təkərlər tətbiq olunub. 245-45 R18. Disklər yenə deyirəm çox qeyri-adi, çox gözəldir. Ən maraqlısı. Baxın, arxa bamper necə işlənir? Belə oval formada gəlir və burada kiçik bir xrom element var. Qapıların üzərində ön bamperdən davam edən xrom element istəməyiblər ki, burada olmasın. O bir xətti tam tutsun deyənə burada da kiçik bir xrom element əlavə eləyiblər ki, bu dizayn xəttini tam tutmaq üçün materialdan, yəni kəsməyiblər. Burada bir element qoyublar. Arxa işıqlandırma, o da qeyri-adi. Yəni mən hələ belə arxa işıqlandırması olan, arxa stop fənəri olan bir avtomobil görməmişəm. Tamamilə belə əyri formada dayanır. Arxa qanada doğru hərəkət eləyir. Bamperin üzərində dayanır. Arxada qanada doğru belə bir formalaşması var. Tamamilə bunun nə kosmik dizayn demək olar, sırf elegantlıqdır. Tamamilə qeyri-adi baxış olub insanların avtomobil dizaynına. Çox maraqlı bir dizaynı var. Stop işıqları, eləcə də arxa gediş işıqlandırması və duman ilə işıqlandırmanın içi billur tərzində işlənir. Yəni xrustal formatında işlənir ki, işıqlandırma daha da nəzərə çarpan olsun. Ümumiyyətlə də heç işıqlandırma olmasa da belə çox qeyri-adi görsənir. Qırmızılı içərisində isə sarı baxın, dönmə işıqları və qəzə işıqları necə belə nəhəng işlənib. İndi o işıqların yandıraq baxaq. Bilmirəm tam aydın görə bilirik yoxsa yox. Qabarit işıqlar, yəni gecə işıqlandırılması stopla bir yerdə və dönmə işıqları. Arxa gediş işıqlandırması bura keçib, duman ehlinə işıqlandırma. Burada da işıq əks etdirici bamperdən aşağıdadır. Səs boğucunun səsinə baxın, bunu canlılaşdırdım. 3 litrlik V6-nın səsi amma hiss olunur. Bul var. Çox barxıtlı səsi var. Arxa bamperdən, qanaddan birbaşa keçmək istəyirəm bu arxa alın şüşəsinə. Dünyada ən qeyri-adi şüşələnməsi olan avtomobillərdən biridir. Bu şüşələnməni ümumi desək, məhz bu arxa alın şüşəsi artıq söhbəti bağlayır. Yəni bu tərzdə belə, yəni mən heç vaxt belə bir şey görməmişəm canlı. İnternet üzərində təbii ki, çox şey görə bilir insan, avtomobil adamı hər şeyi maraqlanır. Amma bu tərzdə qeyri-adi bir arxa alın şüşəsi olan avtomobil canlı ilk dəfə görürəm ki, bu şüşəni bunlar necə düzəldiblər, harda töküblər, hansı zavodda işləyib bunu. Ehtiyat hissəsi olaraq çox nadir sifariş verilən ehtiyat hissələri olduğundan və olduqca da bahalı şüşələrdəndir. Çox az zədələnir və az da alınır. Ona görə ən bahalı ehtiyat hissələrindən biri də bu avtomobildə məhz arxa alın şüşəsidir. Boşqab formasındadır və burada aktiv antiqanad var. Yəni spoilerimiz var burada. 100 kilometrdən artıq sürətdə o avtomatik açılır. Tormozlama vaxtı da, ani tormozlama vaxtı da o yenə açılır ki, sizə Bugatti-dəki kimi, yəni misal olaraq Bugatti Veyron'u göstərirəm ki, tormozlama vaxtı da açılırlar ki, hava axınına da maneəçilik törətsin və avtomobilin tormozlamasında minimal da olsa dəstək versin. Element sayı olaraq çox element yoxdur, amma həmin o az elementdən çox praktik istifadə ediblər və özü haqqında danışdırıblar. Yəni bunu da yenə də təkrar deyirəm ki, dizaynerlər hoqqa veriblər bu maşının üstündə. Parking radarlar, qoşqu yeri, işıq əks etdiricidə, xrom molding, burada da gedir C6 3 litrlik V6 mühərriki olduğu burada da göstərilir və aşağıda da parking radarı var. Baxın, bir bamperdir, bir də aşağı bölmədə qara bir plastik bölmə var. Orada da parking radarı var və səs boğucunun başlığı belə, o da əyridir. O da qeyri-adi tərzdə işləyiblər. Yəni sadəcə səs boğucu düz dayanır. Bugünkü gün avtomobil reallığı odur ki, düz dayanır, kifayətdir. Amma onun belə boynunu əyiblər, bir dizayn veriblər ona. Keçək bagaja. Bagaj qapısı düymə vasitəsilə buradan açılır və açılarkən ümumi belə dizaynla baxın, yenə oval bir şey qurublar. Petlərləri buradadır. Onun qaz amortisatoru necə belə dayanıblar da, tuturlar onu havada. 470 litrə yaxın bagaj həcmi var burada. Geniş, kifayət qədər geniş bir bagaj həcmi. Düzdür, hündürlüyü az ola bilər. Yəni amma hündür olmayan yüklərinizi tam bura rahat yerləşdirib. Bir ailənin, yəni 4 nəfərlik bir ailənin yükünü rahat apara biləcək bir bagajdır. Örtük altına baxaq. Burada örtük altında ehtiyat təkər, avtomobilin qaldırıcısı, açarı və s. yerləşdirilib. Həmçinin görün 6 diskli CD changer da var avtomobilin. Əlavə burada yük yeri var, kiçik belə polo bölmə var və Alp dağlarında xizə ilə sürüşmək üçün sizə xizəkli bir ərazi də veriblər ki, salondan açıb xizəklərinizi rahat yerləşdirə bilərsiniz. Arxada 2 ədəd səs dinamikimiz var, bu əladır. Yəni 2007-ci il istehsalı üçün super bir nəticədir. Yəni bagaj qapısının stoplayıcı və sakitləşdiricisinə baxın, rezinlər bura qoyulub. Baxın, burada da yerləri, izləri qalıb. Əla. Çox ağır bir bagaj qapısıdır. Çünki burada bir mexanizm çoxdur. Bu spoilerə falan görə, yəni orada oynayan dəmir işlər, söhbətlər çoxdur deyə o ağırlaşdırılıb.
Belə istədim ki, avtomobilin arxa ərazisindən başlayım. Çünki vaxtımız çox az qalıb. Bizim limitli vaxtımız var avtomobilin tam icmalını çəkib sizə göstərmək üçün. Birinci, dirsə altlığı çox belə uzun, geniş dirsə altlığıdır. Dəri salondur, tam bayaq sizə qeyd etdiyim o həmin o xizəkli bölmə, xizəklərinizi yerləşdirə bilərdiniz. Oturacaqların özü çox rahatdır. Geniş bir diz məsafəsi var avtomobildə. 2900 mm təkər bazası var. Yəni avtomobilin arxa hissəsinə baxırsan, düşünürsən ki, yəni baqaj olmayacaq, yoxdur yer. Maşında ümumiyyətlə necə quracaqlar bu sistemi? 5 litrə yaxın baqaj həcmi var. Fastback avtomobil dizaynı və geniş fikir verin, ayaq məsafəsi, ayaqlarım hətta oturacağın altına keçir. Mən bu ön oturacağı özümə görə nizamlamışdım. Hətta burada xüsusi belə bir bölmə də daha açıblar ki, daha hündürboy kimsə belə uzanıqlı oturmaq istəsə, fikir verin, mən əlavə bir 2 santimetrdə bir oyuq var ki, dizim bura dəyməsin. Yəni biraz belə getsin, rahat otursun. Burada əlavə sənədli cip, 2 ədəd təbii ki, alışqan mütləq şəkildə olmalı idi vaxtilə. Kondisionerin idarə etməsi var. Sadəcə hava kanallarının idarə etməsinin yox, həmçinin avto idarə etmə olub ki, qoşursan, yəni sürətini idarə edirsən və istiqamətləndirirsən. Avtomobildə arxa hissədə ayağa yaxud üzə vurmaq üçün 2 növ idarə etmə var. Bu da avtomobilin premium segment olduğunu göstərir. Geniş bir baş məsafəsi var. Tavan qara, həmin dövr üçün bu qara parça bilmirəm hansı material növündəndir. Fibranın bir qeyri-adi bir növü var. Alcantara'ya oxşayan. Lexuslarda, Toyota yox. Sırf Lexuslarda bu olub bu materialdan, həmin materialdandır baxın. Çox gözəl material seçimidir. Arxada 2 ədəd işıqlandırma üçün bölmə. Əl tutacağı asılqan və mən burada xüsusi diqqət çəkmək istəyirəm bu əraziyə. Burada arxa pərdə var. Mexaniki idarə olunan zavoddan arxa pərdə keçirtdi yuvalarına və dayandı. Və 2 ədəd arxa cərgədə bu nə səs sistemidir? Mənim bax. Nə səs sistemidir belə? Desən JBL-dir. 2 ədəd səs dinamiki yerləşdirilib arxa hissədə. Yenə deyirəm, bura çox komfortludur əyləşmək, maraqlı. Və keçirik qapıların işlənmə tərzinə. Arxa qapıların açılma bucağı elə də çox deyil. Yəni deyək ki, 90 dərəcəyə yaxın bir bucaq altında açıldı, falan geniş keçə bilərsən. Amma burada salona daxil olmaq üçün heç bir maneə yoxdur. Qapılar çox qeyri-adi teksturalı bir materialla işlənib. Bu tekstura eləcə də ön torpeda da var, digər salonların üzərində də bu ağac oymasına oxşar bir dizayndır. Bunu yaxından sizə göstərəcəm və burada tam ağacla işlənmiş xüsusi gizlin bölmə var. Bunu belə açıqda saxlayarlar, yəni qoyardılar, belə qalardı. Necə ki, bu dəqiqə bir çox avtomobildə belə cip bölmələr açıq şəkildə dayanır, amma bunu yenə də mühəndislik işi görüblər, onu bağlayırlar. Çox elegant bir söhbət eləyiblər burada. 4 qapının 4-ündə də var bu gizlin qapı içli ərazi. Ki çox dərinli, parçalıdır. Hətta qıraq hissələrdə belə 2 ədəd kiçik bölmələr var ki, kiçik əşyaları belə ora atmaq olar və bağladım. Təbii ki, külqabı, 4 şüşənin 4-ünün də elektron idarə etməsi var, qaldırması, düşməsi və qapı ayaqaltılarında Citroen yazısı da hökm sürür. Avtomobilin 4 qapısının 4-ündə dediyim kimi çərçivəsizdir və bütün şüşələnmə 2 qatdır. Səs izolyasiyasına premium segment avtomobil olduğundan çox fikir veriblər və qapı kilidlərini bir daha deyirəm, səsinə fikir verin. Şübhə eləyir. Burada bir ədəd belə o qapı bu xrom elementdən çatışmır, o da yaxın vaxtda əldə olunacaq. Ön qapılarda, yəni arxa qapılardan fərqli olaraq sadəcə burada ön oturacaqların elektron idarə etməsi var. Bu da qeyri-adi tərzdə işlənib. Standart öyrəşdiyimiz qapı idarə etmə düymələrindən deyil. Qeyd edim ki, ön oturacağın 2 ədəd yaddaş paketi var və bu düymələrə xüsusi fikir vermənizi istəyirəm. Qeyd edim ki, burada da həmin o gizli bölmədən var. Yəni bunlar neyniyiblər belə? Çox gözəldir. Çox gözəl. Həmin ilin Alman avtomobilləri siyahısında Maybach 57-lərdə, 62 S-lərdə də bu sistemə bənzər, yəni bundan da daha yaxşıdır təbii ki. Yəni onunla eyniləşdirmək istəmirəm bu avtomobili, amma o dövrün ən unikal tətbiqlərindən də böyük bir ağac parçasını götürürsən, işləyirsən, rəngləyirsən, teksturasına fikir verirsən ki, bütün avtomobildə olan ağac işləmələr eyni tərzdə olsun və onu təzədən bura yerləşdirirsən, üzərində xrom qoyursan, nə bilim. Sürücü oturacağının hündürlüyə görə, yəni aşağı hissənin hündürlüyə görə bel dəstəyi, kürək hissənin önə və arxaya doğru hərəkəti. Yəni bunlar təbii ki, bir çox avtomobildə var, amma burada onun tətbiqi tamamilə fərqlənir. Yəni ümumi bütün avtomobilləri gördüyümüz işlərdən var burada, amma burada onun tətbiqi tamamilə fərqlənir. Bu səs isə çox yorucu bir səsdir.
Beləliklə gəldik salona. Burada kiçik bir gizli bölməmiz var. Arxa tərəfdə də avtomobilin elektrik qoruyucuları yerləşdirilib və gözümüzün önündə baxın burada sürücünün düz yanında benzin qapağını, benzin çayının qapağını açmaq üçün düyməni sıxmaqla həmin qapağı açılır və burada əlavə bir bölmə var. Bu nə üçündür? Avtomobildə 2007-ci ildə head-up display olub və o yaşıl rəngdə yanır. Yaşıl, yəni proyeksiya eləyir. İndi öyrəşmişik ağ rəngdə əsasən. Yəni ora Waze-dən xəritə gəlir, yol nişanlarını tanıyır filan. Amma bu avtomobildə zolağa nəzarət funksiyası da var. Və bu proyeksiyanı idarə etməsi də maraqlıdır. İndi mən buradan görürəm onu, oturmalıyam arxa, günlü havadır burada. Amma burada növlərini dəyişirəm. Proyeksiyanı hündürlüyə görə nizamlayıram. Növləri var, select düyməsini basmaqla seçirəm və işığını artırıb azaldıram. Beləliklə multifunksional sükan, airbag çox belə yekə işlənib burada. Sırf cruise kontrolünü idarə etməsidir sükan üzərində. Sükan sonradan dəri ilə belə üzlənib, yəqin ki ehtiyacı olub. Amma gözümüzün qarşısında çox kiçik belə sürətlər paneli var. Bugünkü gün müasir Çin avtomobillərində baxın bu sistemlə gedirlər. Düşünürsünüz ki, ya bu dəqiqə onlar təzəlik gətiriblər, yeniliklər gətirirlər, amma dizayn, üslub Avropalılar orada işləyir deyə baxın bunu tətbiq ediblər. Bugünkü gün bu dizayn səhv etmirəmsə Lincoln 900 də var idi. Ola bilər ki, səhv eləyim, amma bunu mən istəyirəm ki, siz görəsiniz. Çox nazik, belə informativ sürətlər paneli, onun üzərində proyeksiya displeyi gördünüz. Yəni yenilik yoxdur. Sadəcə onun fərqli təqdimatı var. Avtomobil dünyasında bugünkü gün olduqca az yeniliklər eləyirlər. Staraya zabitaya, хорошая ruslar dildə, staraya zabit şeyləri götürürlər, təzədən tətbiq eləyirlər. Burada olduqca qeyri-adi işləmələr var. Ağac işləməyə fikir verin, gözünüzün qarşısında dayanıb. Əladır. Sükanın qeyd edeyim ki, həm hündürlüyə, həm də dərinliyə görə nizamlanması var və mexaniki yollarda belə sıskazla sıxıb saxlayırsan. Burada işıqların idarə etməsi, şüşə sirgəclərinin idarə etməsi, bayaq o dediyim bir-birinə əksinə açılan. Ən qeyri-adi salonlardan biri. Mənim gördüyüm, salonda əyləşdiyim, idarə etdiyim avtomobillərdən biri. Çox maraqlıdır. Gözümüzün önündə burada informativ bir monitor var. Qəmli bir monitordur, amma burada da yenə də bir mühəndislik işi gedib. Baxın, hal-hazırda günlü bir hava şəraitidir. Mən orada çox da görüntünü görmürdüm. 2 ədəd düymə yerləşdiriblər sürücünün əlinə yaxın. Onu basmaqla idarə edirsən. Gün hansı istiqamətdən vurmağına, yaxud gecə şəraitində də idarə edəndə daha aydın sizə oradan verilən informasiya çatsın deyə avtomobilin bu kiçik monitorunu idarə etmək olur. Özü səsi də var. Orada kiçik bir mühərrikcik var ki, onu idarə eləyir və işıqlandırılmasını da artırıb azaltmaq olur. Burada daha bir əlavə bölmə nədir? Hava kanallarının arxada idarə etməsi var. Yəni o alın şüşəsinə vuran hava kanalını bağlayıb açmaq olur. Belə bir şey adı görmüşdünüz. Arxada olan hava kanalının idarə etməsi, bağlayıb onu açmaq. Wow. 2 ədəd burada da sürücünün və sərnişin üçün ortada 2 ədəd hava kanalı açdıq. Aha. Və onun idarə etməsi, bu da gözəldir. Bunu bağlayırlar ki, yəni daha elegant görüntü qalsın. Gözümüzün qarşısında multimediyanı idarə etməsi, diskli CD changer və stəkan altlığı axtarsaq, baxın görün necə. Sərnişin üçün, sürücü üçün. Burada 2 ədəd əlavə yuva yerləşdirməyiblər ki, yəni o burada olsun daimi, amma bunu çox qeyri-adi. C6 yazısı transmissiya keçidinin başlığı üzərində dayanıb və dəridəndir bu. Burada kiçik əşyalarımız var, onları götürüm. Və burada əlavə külqabı var. Külqabısı. Burada da ağac işləmə davam eləyir və onun üzərində də xrom. Qış rejimi var avtomobilin, standart və winter rejim deyilir. Ondan da var. Burada transmissiyanı idarə etməsini o nizamlayır. Yəni standart şəraitdə idarə etmə yaxud da ki qış rejimində. Və beləliklə həmin o hidropnevmatik askı sisteminin idarə olunması baxın buradan düymə vasitəsilə də həyata keçirilə bilir. Spot rejimlər idarə etmə olur. Necə? Yəni spot rejimdə həmin askı sistemi xüsusi millimetr var ki, orada gəlib dayanır ki, askının ən optimal variantındakı idarə etmə çox it olanda askı sistemi həmin ona uyğunlaşsın. Elektron əl əyləci mükəmməl. Burada əlavə belə kiçik bir bölmə var. Çox xırda bir bölmədir. Onun içi də belə parçalıdır. Burada 12 voltluq elektrik yuvası, kiçik bir ərazi və geniş dirsə altlığı. Onun ərazisi də, yenə də onun ərazisi də parçalıdır və orada soyutma rejimi də var. Hər hansı belə şüşə, kiçik şüşələrinizi falan açsaz bura, kondisionerdən gələn hava axını onu da soyudacaq. Əlavə belə bir gözü də var. Yenə də ondakı parçalıdır.
Mən burada sizə əlavə bir dənə də bölməni göstərmək istəyirəm. Oturacaqlar yeri gəlmişkən çox komfortludur. Baxın, bu sandıqçanın üzərində bir xrom element gedir. Siz bu xrom element qapılar bağlanarkən həmin o ağac işləmənin üzərində olan xrom elementlə bir səviyyədə olur. Qapı bağlandı, onun üzərinə düşdü və bu tək burada deyil də bu xrom element. Bu tərəfdə sürücünün yanındakı əlavə belə balaca bir cibli ərazi var idi, kiçik bölmə. Onun yanında da var. Yəni ona da fikir veriblər. Zamorочились, как говорится, rus demiş. Sandıqça içi çox genişdir və onun da içi parçalıdır. Əjdahadılar, adamlar əjdahadılar. Veriblər vaxtilə. Başımın üzəri bayaq dediyim kimi qara o parça mikrofibradandır. Burada güzgüdə avtotündləşdirmə rejimi var. Bu mükəmməl bir rejimdir. Mənim avtomobilimdə də bu var, avtotündləşdirmə. Arxadan gələn avtomobillərin uzaqvuran işıqları salonda siz gecə vaxtı gedərkən narahat etməsin deyənə bu çox gözəl funksionallıqdan biridir. Avtomobilin sürüş testi çox qısa və kiçik bir ərazidə etməyə məcbur oluram və idarəetmədən nə danışmaq olar? Həmin o hidropnevmatik askı sisteminin burada bu nahamar baxın daşlıq yolda işləməsinin o qədər yaxşıdır. Yəni sadə askı sistemindən fərqli olaraq bu askı sistemindən nə verir bu bizə? Yəni adi avtomobil çox dərin bir çalaya düşsə belə özünü belə ləngər vurmuş kimi hesab etmir. Həmin askı sistemi anidən dövrəyə girir. Yəni sistem üzərindən yağ başqa yer boşluqları doldurur və avtomobilin düz hərəkət etməsinə səbəb olur. Ümumiyyətlə mənim yəni avtomobil sandıqçamda daha bir belə qeyri-adi maşının olmağına çox sevinirəm. Bu Fransanın fransız flaqman deyirlər də buna. Yəni bayaq sözümün əvvəlində qeyd etdiyim kimi fransızlar buna xalça avtomobil deyirlər. Yenə də o askı sisteminə görə o qədər hamar gedir ki, yəni asfalt üzərində sanki ələtdiyim bir sehirli xalçasının üzərində, hava üzərində hərəkət eləyir, uçur. Sürətlənməsindən danışmaq, bu avtomobili əgər mexaniki rejimdə idarə etmirsənsə, sürətlənmə o qədər də möhtəşəm deyil. Bax, desək ki, bu 3 litrli V6-dır, bilirsiniz nə gedəcək? O qədər də deyil, çünki avtomobil əsasən flaqman segmenti deyənə transmissiya elə işləyir ki, maksimum dərəcədə itələmə prinsipli işləmir, çalışır ki, işləməsin. Düzdür, mühərrik kifayət qədər güclüdür, 6 silindrli, 3 litrlik atmosferik mühərrikdir, nəfəsi var, aparacaq. Amma transmissiya elə işləyir ki, həmin o itələmə prinsipi burada, yəni vurma, itələmə prinsipi olmasın. Sadəcə sürətlənmək lazımdırsa aparacam səni, amma iti gözləmə. Baxın, mən qaz verirəm, sürətlənir, amma hiss eləmirəm ki, necə keçid elədi də. O vurma effekti yoxdur. Məsələn, mənim avtomobilimdə o vurma effekti var. Baxmayaraq ki, o da flaqmanlı, premium segment avtomobildir. Beləliklə, komfort üst səviyyədədir. Dizayn çox qeyri-adidir. Salon tərtibatı əladır. Dövrü üçün texnoloji bütün yenilikləri etməyə çalışıblar. Bir isitmə, oturacaqlarda isitmə və soyutma, masaj deyək bu funksiyaları olmayıb. Yəni Avropalı fransızlar çox da elə şeylərə diqqət edən biriləri deyillər. Onlara yəni avtomobillərdə sırf bu dizayn və ergonomik olmaq tələbi var. Əzizlərcə, avtomobili bəyəndinizsə, düzdür, ola bilər qısa çəksin sürüş testimiz, amma maksimum dərəcədə informasiyanı sizə ötürmək istədik. Premium avtomobildir, səssiz salonu var, gözəl dəri oturacaqları var, avtomobili idarə etmək ümumilikdə çox rahatdır. Head-up display dövrü üçün əla bir texnologiyadır, yəni kiçik sürətlər paneli, informativ avtomobil haqqında monitor, klimat kontrol, kondisioner əla işləyir. Yəni hətta zolaqlara qeyd edirəm ki, zolaqlara nəzarət funksiyası da var burada. Parking radarlar, transmissiya yenə deyirəm mükəmməl işləyir. Askı sistemi ondan da mükəmməl işləyir. Bu askı sistemini çox bəyənirəm mən. Yəni maraqlı oldu. İlk dəfədir ki, yəni bu hidropnevmatik askı sistemində ilk dəfə deyil, S-klasslarda da var idi, amma burada onun işləmə tərzi tamamilə fərqlidir. Kanala abunə olun. Növbəti maşınımız daha qeyri-adidir. Artıq onun da çəkilişlərinə növbəti günlərdə başlayacağıq. Yəni çalışıram ki, az tanınan qeyri-adi avtomobilləri sizə çəkim göstərim ki, bizdə də belə nümunələr var. Var olun, çox sağ olun izlədiyiniz üçün.